Hər vaxtınız xeyir olsun. Burada sualda qeyd edilir ki, Fransada 3-cü Napoleonun hakimiyyət dövrü üçün xarakterlikdir. Versalda Almaniya imperiyasının elan edilməsi 3-cü Napoleonun hakimiyyət dövrü üçün xarakterlikdir. Almaniya imperiyasının yaradılması bu götürə bilmərik. Krım müharibəsinə qoşulması, bəli, Krım müharibəsinə qoşulur. Doğrudur. İngiltərə ilə Antanta sazişinin imzalanmasına aid götürə bilmərik. Sənaye çevrilişinin başa çatması. Doğrudur. 2-ci imperiya dövründə sənaye çevrilişi başa çatır. Osmanlı dövlətinə qarşı müqəddəs ittifaq yaratması xeyr, yanlışdır. Müqəddəs ittifaqa o daxil deyildi. Deməli, sualın doğru cavabı 2-4 olacaq. Burada da Y variantında doğru cavabımız verilib. Digər bir sualda deyir ki, erkən orta əsrlərin memarlıq abidələrinin yerləşdiyi ərazilərə aid olan uyğunluğu müəyyən edin. Burada ərazi vahidləri göstərilir. Aid olan memarlıq abidələri müəyyən edin. Burada 1 göstərilib Laçın rayonudur. 2 isə Lerik rayonudur. Laçında ola bilər, Sündü məscidi Şamaxıdadır. Götürə bilmərik. Deməli, Oğlan qala Lerik rayonundadır. Oğlan qala 2-yə aiddir. Deməli, B bəndi gedəcək 2-yə. Gövurqala Ağdam rayonundadır. Bu aid deyil. Gövurqala deyil. Sündü məscidini götürmədik. Ağaoğlan, bəli, Ağaoğlan Laçındadır. D bəndini götürə bilərik 1-ə. Amaras monastırı Xocavənd rayonu ərazisindədir. Deməli, 1-də D olar, 2-də B. 1-də D, 2-də B. Uyğun cavabımız A variantında verilmişdir.